Hoş gördük aziz tamaşaçılar. Biz sizi Neftçi Futbol Merkezi'nden salamlayırıq. Bugün burada Bakı'nın Dinamo komandası Ağdaş'ın Ağdaş komandasını qəbul eləyəcək. Artıq son yoxlanışlar gedir meydanda. Futbolçular yani məşq eləyir. Birazdan deməli Bakı'nın Dinamo komandası Ağdaş'ı Neftçi Futbol Merkezinde qəbul edəcək. Mikrofon arkasında da mənəm, Demirov Hüseyin Ağa. Artıq komandanın himni də səslənir meydanda. Bakı Futbol Klubu və bizim təşkilatı dəstəyimiz Futbol Arenası səhifəsidir. Həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirirəm ki, artıq 2021-ci ildən etibarən artıq Futbol Arenası səhifəsi bizimlə əməkdaşlıq edir. Mən həm öz adımdan Peşəkar Futbol Liqasının da həm işçilərinə, həm də onun prezidenti Elxan Səmədova təşəkkürümü bildirirəm. Artıq biz 1 il 6 aydır ki əməkdaşlıq edirik. Artıq köməkçi futbolçular meydanına çekilir. Çünkü birazdan Bakı'nın Dinamo komandası Ağdaş'ı qəbul eləyəcək. Siz de bizim resmi YouTube kanalımıza abone olmağı unutmayın. Mikrofon arkasında da mənəm, Demirov Hüseyin Ağa. Və gözləyirik oyuncuları hakimlərlə beraber. Artıq Peşəkar Futbol Liqasının da birazdan himniyle komandalar hakimler briqadası ilə beraber meydana çıxacaq. Bakı'nın Dinamo komandasının prezidenti, klubun rəhbəri Yaşar Seyidov'dur. Yaşar Seyidov həmçinin də bu ildən Dinamo'nun akademiyasında yarattı. Yani Dinamo Bakı komandasının akademiyasında yarattı, həm də kluba rəhbərlik edir. Gözləyirik oyuncuları yarım saatdan sonra Bakı'nın Dinamo komandası Ağdaş'ı qəbul eləyəcək. Mikrofon arkasında da mənəm, Demirov Hüseyin Ağa. Artıq hakimləri komandalarla bir yerde gözləyirik. Azərbaycan 2-ci liqasının mərkəzi oyununda artıq komandalar meydana çıxırlar deyəsən. Bəli. Azərbaycan bayrağını gördünüz və Affanın və Peşəkar Futbol Liqasının bayraqlarını görürsünüz. Yəni ki, bunlar olmasa belki de bizim ne ikinci ligamız təşkil olunmaz, ne de birinci, ne de Azərbaycan Kuboku ve Premier Liqanın oyunları bunların sayesinde ve Peşəkar Futbol Liqasının sayesinde təşkil olunur. Artıq komandalar meydana çıxır. Hakimlər briqadası ilə beraber Peşəkar Futbol Liqasının himni səslənir. Bakı'nın Dinamo komandası Ağdaş'ı qəbul eləyir və bu görüş futbol saatıyla birbaşa canlı yayımlanır.
Azərbaycan 2-ci liqasının da mərkəzi oyunudur və Peşəkar Futbol Liqasının da himni səslənir və artıq komandalar meydana çıxır. Peşəkar Futbol Liqasının himni ilə bərabər komandalar meydançada düzülürlər. Deməli, Dinamo'nun baş məşqçisi Novruz Əzimov Peşəkar Futbol Liqasının da himni səsləndi. Artıq futbolçular meydana çıxdılar. Artıq həm deməli Dinamo komandasının oyunçuları, həm də Ağdaşın oyunçuları bir-birlərini salamladılar və həm Dinamo Bakının kapitanı Hakimin yanındadır və həmçinin də Ağdaşın da yəni kapitanı Hakimin yanındadır. Azərbaycan 2-ci liqasının açılış oyunu, mərkəzi oyunu olacaq və futbolçular artıq meydanda düzülürlər.